Mədəni Hüquqlar və Ailə Mühafizəsi üzrə mühəndis Əli Dadaşov. Sadəcə bir-iki mövzuya toxunmaq istəyirəm, çünki bundan qabaqçı işlər prezidentlərin mövzusu da mənim mövzuma aiddir. Yoldaşın sualına cavab olaraq heç bir feasibility study olmadan heç bir şirkət Avropada bir Avropaya yatırım etməz. Yəni, külək həmişə olacaqdır, yaxın gələcəkdə. Digər bir mövzu, yoldaş dedi ki, Azərbaycanın şəbəkəsi Türkiyə şəbəkəsi ilə əlaqəli deyil. Lakin Azərbaycan şəbəkəsi SSRİ dövründən də Rusiya Federasiyası ilə və Gürcüstan Respublikası ilə əlaqəlidir. 2018-ci ildə baş verən hadisə ölkələr arasında fərqlərin olmaması deyil, ölkə daxilində zəncirvari relem hadisəsinin işlənməməsi nəticəsində baş vermişdir. Yəni, bunu demək istəyirdim. Sadəcə bir şey nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda elektroenergetikada həm istehsal, həm ötürülmə, həm də paylayıcı şəbəkələr dəyişən cərəyanla işləyir. Buradan sual ortaya çıxır ki, niyə Avropanın bir çox nəhəng mühəndislik şirkətləri milyardlarla sərmayə yatıraraq dəyişən cərəyanı geri qaytarmaq istəyir?